İftardan sonra çəkdiyimə görə mədəm ağrıyıb. Yəni imsakka qədər olan vaxtda, ondan sonra da fəsadlarını görmüşəm, yəni çəkəndən sonra mədəmin ağrıları çox ağır gedir. İlk növbədə mədəyə ziyandır və mənim ətrafımda bu cür dostlarım olduğu üçün mən görmüşəm onlardan ki, bunlar bir müddət belə elədiklərinə görə sonradan problemlər yaranır. Ramazan ayında oruç tutan şəxslərin siqaret çəkməsi infarkt riskini artırır. Bunun səbəbi isə orqanizmin təxminən 13-14 saat ac və susuz qalmasından sonra dərhal tütün qəbuludur. Mütəxəssislər deyirlər ki, iftarı siqaretlə açmaq və ya açandan sonra dərhal siqaret çəkmək damar tıxanıqlığı, beyin qansızması kimi ciddi xəstəliklərə səbəb ola bilər. Ürək-damar sisteminə o baxımdan ki, siqaretin tərkibində olan maddələr ürəyin fəaliyyətini pisləşdirir. Ürəyə gedən qanın təchizatını daha da azaldır və damarlarda kirəclənmə varsa, istəyir az dərəcədə, istəyir orta dərəcədə və yaxud qan damarlarında belə deyək, tıxanıqlıq varsa, o daha da ürəyi qanla təchizatının həmin damarlar vasitəsinə şiddətli pozulmasına səbəb olur. Eyni zamanda bu şəxslərdə hətta insultlar da baş verə bilər. Lakin təhlükə bununla da bitmir. İftardan dərhal sonra çəkilən siqaretlər həzm traktına, mədənin seyfli qişasına təsir edir ki, bu da onkoloji xəstəliklərin yaranmasına gətirib çıxara bilər. Nəinki siqaret öz mədə problemi yaradır, o cümlədən 12 barmaq bağırsağa ciddi problem yaradır. Və həmin insanlarda mədə xoraları, mədənin qastritlər, reflüks xəstəliyi, o cümlədən 12 barmağın iltihab xəstəliklərini biz tez-tez müşahidə edirik. Sadəcə iftarda yox, imsakı da siqaretlə bağlayanlar öz sağlamlıqlarına ciddi zərbə vurur. Əslində, Ramazan ayı pis və zərərli vərdişlərdən əl çəkmək üçün fürsətdir. Lakin uzun illər siqaret asılılığına əziyyət çəkən insanların bunu birdən-birə tərk etməsi biraz çətin olur. Bunun üçün onlara mütəxəssis köməyi, psixoloji konsultasiyaları vacib sayılır. Vüsal Arifsoy, Zahir Haşimov, Səbuy Sadiq, Telesəhər.